Unumu yaxşıca ovuram. Ona görə az atıram ki, yağın aralarına da yağ çəkəcəm və şəkər buraya, üzərinə də yağ tökürük. Umacımı belə eləyirəm. Unumun da, qatlarımın da arasında xəmir olanda çox kövrək olur paxlava, yumuşaq olur, qəşəng olur, dadlı olur. 4 dənə yumurta vuracağım, ağlı sarılı. 1 çay qaşığı dolu olmayan duruş həll eləyəcəm. Şəkər buradakı kimi 180 qram da xaman var. 2 vanil. 2 xörək qaşığı da xəmirinə azacıq dolu olmayan pesok tökəcəm. Bir də ki, buradan səhifənin izləyiciləri, xanımlara sözüm odur ki, layları yaydıqca çox unlamayın. Un xəmir olur sonra. Bir şəkil paxlava pişəndə qatların arasında xəmir kimi olur da, qaralır. Sonra şəkər buranı da çıxardır paxlavanın qatında. Görürsünüz ki, qatlarınız xəmir kimidir. Xəmir dadı verir, yayırsınız. Çox urfa tökmək lazım deyil. Ya nişasta, ya urfa fərqi yoxdur. Elə yayın ki, həzin unsuz yayın. Da mən görürsünüz unsuz yayıram. Bax, neçə saniyədir görürsünüz, unsuz yayıram. Onsuz da bunları kəsəndə aralarına azaldan yağ tökür. Kalinka yağı olur. Hə, mən kalinka ilə eləyirəm. İndi başqadır. Biz əvvəllər qəşəng deyirəm də, nehrə yağı ilə, ərinmiş yağla eləyirdik. Çox gözəl çıxırdı. Çox gözəl. İndi tay, o biri yağları vuranda göyərir. Qonşu başqa bahalı yağla şəkər burasını eləyib, bayaq göstərdim də paxlavasında. Yağ bahalı olmaqla deyil, göyərib. Baxırsan ki, xəmir kimi qalır. Elə lazım deyil. Yağın əsas şirniyyatda keyfiyyət olmağına baxmaq lazım. İstiqdə qozu çox vurursunuz. Qozu çoxdur. Fındıq az vururam ki, tam qozuna eləyəndə həm içlik qaralır, pişəndə içi paxlavanı qara görsən. Həm də əriyir. Həm pesoqla qoz yağı da əriyir. İçində fındıq da olmalıdır ki, biraz şey olsun. Sonra bunu belə əlimlə yayıram. Araları qəşəng səliqəli elə ki, hər tərəfi eyni olsun. İstiq dadı hər tərəfə yayılsın. Bu qaydada. İçinə də Neçə qat eləyəcəyik? Mən həmişə 7 qat eləyirəm. Uşaqlar istəyən, kim necə istəyir, o qatda eləyə bilir. Mən nazik xoşlayıram özüm üçün ki, necə olsun. Çay içəndə məsəl üçün götürüb, doğramaq lazım deyil. Bir dənəsini götürürsən, əlində çayı içirsən, bir pay. Amma böyük olanda məcbursan doğrayasan, gobud görürsən belə. Mən sevmirəm çox gobud. Uzaq başı 1-2 qat əlavə eləyərəm. 8 qat ya 9 qat nazik olsa. Yox, əgər qalın düşsə, uzaq başı 8 qat eləyəcəm. Bu qaydada eləyirəm mən. İndi hər necə eləyir, Allah hamının ki, şirin ağzından yeməyi nəsib qismət eləsin. Amin. İkinci qatın arasına heç nə səpmirəm. Yağladım və əlimdəki sonuncu qatını sərəcəm və kəsib üstünə fındıq sadı yapışdırıb qoyacam pişməyə. Mən kənara zada yayıb eləməmişəm. Hazır yayıb qıraqlarını yapışdırmışam, belə yağlamışam və sonuncu qatını qoyacam. Yayıb qoyacam üstünə. Sonra yumurtalıyım üstəlik, fındıq qoz vuracam. Sonra üstünə bu şeyləri bastırıram. Bu arada da səsimə görə üzr istəyirəm. Buna alergiya var, burnum tutulub. Necələrdə dərman atmışam. Mümkün deyil. Qarımı təzələyirəm. Xəmir pişəndə yapışır bir-birinə, nə qədər kəssəndə. Sonra üzərinə yağ tökəcəm və yenidən qoyacam peşdə. Qızarsın. Qızarandan da sonra şərbətini töküb qoyacam kənara. Peki buradan əziz xanımlara deyirəm, həm unun yayanda, çox vurmayanda, həm də ingredientin doğru eləyəndə, için doğru eləyəndə görürsünüz, qaynayıb üzə çıxmayıb mənim paxlavamda. Necə var, elə də qalıb. Qıraqdan qaynayıb bıraxıb çıxmayıb qırağa. Ona görə hər şey gərək özünün reseptini düzgün eləyəsən, qaydasını düzgün eləyəsən. Bax,
Bəzi xanımlar yayırlar qırağa, belə ki, sonra qatlayırıq, kəsirik. Mən necə yayıram, elə də gözünüzün qabağında elədim. Elə də qaldı. Nə kənara çıxmayıb, nə ehtiyac yoxdur. Qatlayam, sonra bıçaqla kəsəm, nə ilə kəsəm. Qabımın ölçüsü boyunda kəsirəm, yayıram. O boyda da belə qat-qatda yığıram. Bax, gözünüzün qabağında elədim. Nə kəsmədim, nə eləmədim, yayıram, ölçümü düzgün tuturam. Bu qaydada. Şərbətim bax, mən 2 list paxlava eləmişəm. 5 stəkanın şeydir, pesokdur, 3 stəkan sudur, para dilimdən limondur. Bax, bal kıvamındadır mənim şərbətim. Görürsünüz. Çox qaynatmıram. İçinə də 1-2 dənə hil atmışam. Çox belə şərbətlə töküb vıcıq-vıcıq eləməyin. Onsuz da arasının şirinliği var. Prosto biraz üstündən töküb qoyub parlaqlıq versin həm də. Çəksin canına. Mən bu qaydada eləyirəm. Əziz səhifəmin izləyiciləri. Hərə bir cürə eləyir, hərənin ağızdadır bir başqadır. Buradan da belə qatların görmək olur, baxın. Bax, burada görürsünüz, qaynayıb çıxıb eləməyib. Çox adam istəmir ki, funduqsa güya qaynayır çıxır. Xeyr, qaynayıb çıxmır, onu yaxşı eləsən, heç vaxt qaynayıb çıxmaz. Baxın, qatlarını görürsünüz. Qat-qat. Paxlavanı çox yandırmaq lazım deyil. Qapqara yeyirlər qızlar. Lazım deyil. Görürsünüz, şərbət. Xına rəngində olmalıdır paxlava. Xına rəngində. Baxın, qatları necə gözəl. Yağı da şərbəti də öz qayda. Hələ isti-isti. Hələ isti-isti şərbətim tökdüm. Gözəl qızım dadına baxsın. Necə gözəl rəng. Özdə biz rəng qatmamışıq. Rəng qatılmır. Keçən dəfə bazarda gördüm. Bir kişi deyir ki, paxlava rəngi. Ay qardaş, paxlavaya da rəng qatırsınız, dedim. Bir yoldaşım ki, paxlava rəngi. Bu da kənarlarıdır. Baxın, indi. Görürsünüz necə kəsilir. Görürsünüz necə kənarıdır bu. Ən kənarı, qıtır-qıtır. Layla. Bütün laylayı da gör. Burada da görsənir. Baxın. Bibi mənim xahişimlə 9 dənə qatayım. Sayılır hətta. Neçə qatdı.